Salam əziz müştərilər. Bu gün sizə stokumuza yeni daxil olmuş yeni məhsulla tanış etmək istəyirəm. Məhsullarımız sublim, alüminium sublim lövhələrdir, metal lövhələrdir. Deməli, gördüyünüz kimi metal listlər gətirmişik. Ölçüləri hamısı 30-un 60-adır. 60 uzunluğu, 30 eni. Deməli, fərqli naxışlarda gətirmişəm bunları. 4 cür qızıl naxış var, 4 cür mirvari, gümüşü və bir dənə də ağ naxışımız var. Deməli, naxışların fərqini göstərim sizə. Naxışlarımız mat qızılımız var, satin qızılı var. Satin qızıl hardasa parlaq qızılı ilə mat qızılın ortasıdır. Yəni belə deyək, nə çox parlaqdır, nə çox matdır. Orta bir şeydir. Fırçalanmış qızılımız var. Bilməm, kameramız effekti göstərə bilir yoxsa yox. Fırçalanmış qızıldır və mirvari qızılımız var. Mirvari qızıl da belədir. Üstündə bulan plyonka var. Deyə bilərsiniz ki, cızıqlar var. O dəmirin özünün cızığıdır, üstündəki plyonkanın cızığıdır. Və həmçinin bizdə belə eyni ilə gümüşün də özünün matı var, mat gümüşü var, satin gümüşü var, fırçalanmış gümüşü var, bir də mirvari gümüşü var. Yəni rəng olaraq eynidirlər, sadəcə biri qızıldır, biri gümüşüdür. Bir də ağ rəngimiz var belə. Ağ rəng də məncə çox istifadə olunan rənglərdən biridir. Əgər hamısının üzərinə artıq biz çap vurub yoxlamışıq keyfiyyətlərini, ideal keyfiyyət nəticə əldə eləmişik. Əgər bizi yadından çıxmamış onu da deyim sizə, bizdə həmçinin sublim dəmirləri kəsə biləcək belə bir sublim dəmir kəsənimiz də var. Yəni çox kifayət qədər sağlam məhsuldur. Yəni çox rahatlıqla sublim dəmirləri kəsə bilərsiniz o ilə. Bəzən soruşurlar məndən müştərilər, yəni bunu nə ilə kəsək, nə ilə kəsməyək. Həmçinin operatorumuzdan xahiş edir yaxınlaşsın. Belə sublim dəmirləri yaxınlaş zəhmət olmasa, sublim dəmirlərin qıraqlarını belə aval eləyəcək kəsənimiz də var. Məsələn, hal-hazırda görürsünüz necə. Çox da rahat olur, görürsünüz. Gördünüz necə gözəl elədi. Burası belə, yəni effekt ala bildim, görsəndə əla. Yəni hər cürə aparatımız, hər cürə sərf materiallarını sizə təqdim eləməyə hazırıq. Əlavə sualınız varsa, göstərilən nömrə ilə əlaqə saxlayın. Həmçinin bizi digər platformalardan izləməyi unutmayın. Facebook, Instagram, YouTube üzərindən izləyin. Kanalımıza abunə olun, like edin. Like edin ki, çox adam görsün bu videonu. Təşəkkürlər, çox sağ olun.